müəllimlərlə Naxçıvan Dövlət Texniki Kollecinin tarix müəllimi Niftəliyeva Gülnar. Bugün sizlərə Azərbaycan tarixi fənnindən dövlət müstəqilliyinin bərpa edilməsi və milli qurtuluş mövzusunu izah edəcəm. Bildiyiniz kimi 1990-cı ilin qanlı yanvar hadisəsindən sonra Moskva xalqı sakitləşdirmək məqsədi ilə Əbdürrəhman Vəzirovun yerinə özünün digər sədaqətli nümayəndəsi Ayaz Mütəllibovu gətirdi. Ayaz Mütəllibov 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin birinci katibi seçildi. 1990-cı ilin may ayında Azərbaycanda prezident vəzifəsi təsis edildi və bu vəzifəyə ilk olaraq Ayaz Mütəllibov təyin edildi. 1990-cı il iyulun 20-sində xalqın tələbi ilə Ümumilli lider Heydər Əliyev Moskvadan Bakıya gəlir. Lakin Ayaz Mütəllibov onun Bakıda qalmasından narahat olduğundan Ümumilli lider Heydər Əliyev iyulun 22-sində Naxçıvana gəlir. 1990-cı ilin sentyabrında Naxçıvan və Azərbaycan Ali Sovetlərindən deputat seçilir. Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-sində Naxçıvan Ali Soveti bir sıra mühüm qərarlar qəbul edir. Bu qərarlarda Naxçıvanın adından Sovet Sosialist sözlərinin çıxarılması, ilk dəfə 20 yanvar hadisəsinə düzgün qiymət verilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının Naxçıvanın rəsmi bayrağı kimi qəbul edilməsi və bununla bərabər Naxçıvan Ali Sovetinin Ali Məclis adlandırılması məsələləri müzakirə olunmuşdu. Məhz bunun nəticəsi idi ki, 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti də xalqın təkidli tələblərindən sonra bir sıra mühüm qərarlar qəbul edir. Bu qərarlarda Azərbaycan SSR-nin adından Sovet Sosialist sözlərinin çıxarılması və Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının Azərbaycan Respublikasının rəsmi bayrağı kimi qəbul edilməsi məsələləri dayanırdı. SSR-nin yaratma siyasəti və Qarabağ ətrafında cərəyan edən proseslər artıq əhali arasında müstəqilliyi olan inamların daha geniş yayılmasına səbəb olmuşdu. 1991-ci ilin mart ayında Azərbaycanda SSR-nin saxlanması haqqında referendumlar keçirilirdi. 1991-ci il martın 14-də Naxçıvan Ali Məclisi bu referendumlarda iştirakdan imtina haqqında qərar qəbul etmişdi. Məhz bunun nəticəsində Demokratik Blokun üzvləri həmin referendumu boykot etmişdilər. Hələ 7 mart 1991-ci ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetində çıxışında Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinin mümkünlüyünü vurğulamışdı. 1991-ci ilin avqust ayında Krımda istirahətdə olan SSR rəhbəri Mikhail Qarbaçov vəzifəsindən kənarlaşdırılır. Bu zaman SSR-nin süqutunun qarşısını almaq məqsədi ilə Dövlət Fövqəladə Vəziyyət Komitəsi yaradılır. Bu komitə güya SSR-nin süqutunun qarşısını almaq üçün bütün hakimiyyəti ələ keçirtməyə cəhd göstərir. Lakin buna cavab olaraq Demokratik Blokun üzvləri etiraz mitingləri keçirdirlər. Hansı ki, bu mitinglər Azərbaycanda da keçirilmişdi. Belə ki, Azərbaycanda AXC binası qarşısında, eyni zamanda Nizami meydanında bir neçə gün sonra isə Naxçıvanda bu mitinglər təşkil edilmişdi. Xalq arasında mitinglərə, azadlıq hərəkatına Ümumilli lider Heydər Əliyev, parlamentdə müxalifətə rəhbərliyi isə Demokratik Blokun üzvləri həyata keçirdirirlər. 1991-ci ilin avqustunda keçirilmiş mitinglərdə əsasən xalqın bir neçə tələbləri var idi. Belə ki, ölkədə prezident seçkilərinin dayandırılması, fövqəladə vəziyyətin aradan qaldırılması, Kommunist Partiyasının ləğv edilməsi və keçmiş DQMV üzərində Azərbaycanın hüquqlarının bərpa edilməsi məsələləri dayanırdı. Məhz xalqın tələbi ilə 1991-ci il avqustun 30-da artıq Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında azadlıq bəyannaməsi qəbul olundu. Bu bəyannamə ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğu elan edilirdi. Bununla bərabər onu da qeyd edək ki, 1991-ci ilin sentyabrında artıq ölkədə prezident seçkiləri keçirilirdi. Bu seçkilərə bir sıra maneələrin tətbiq olunması ilə Ümumilli lider Heydər Əliyev seçkilərdə namizədliyini irəli sürə bilmir. Nəticədə 1991-ci il sentyabrın 8-də Ayaz Mütəllibov yenidən ölkənin prezidenti seçilir. Sentyabrın 14-də, yəni bir həftə sonra isə artıq Azərbaycan Kommunist Partiyasının fəaliyyətini dayandırdığı elan olunur və beləliklə Kommunist Partiyası ləğv edilir. 1991-ci il oktyabrın əvvəllərində Azərbaycan Xalq Cəbhəsi rəhbərləri və bununla bərabər iqtidar liderləri Milli Şura yaradılması haqqında qərar qəbul edirlər. Daha sonra 1991-ci il oktyabrın 18-də isə artıq dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Konstitusiya
aktı qəbul olunur. Bu konstitusiya aktının qəbul olunmasıyla Azərbaycan rəsmən öz dövlət müstəqilliyini elan edir və bununla bərabər yaradılmış Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin qanuni varisi elan edilir. 1922-ci ildə SSR-nin saxlanması haqqında bağlanmış ittifaq müqaviləsinin Azərbaycana dair maddələri artıq öz hüququnu itirir. Eyni zamanda Azərbaycan 20-ci əsrdə özünün ikinci dəfə dövlət müstəqilliyini əldə edir. SSR-nin saxlanması haqqında bir sıra cəhdlər göstərilir. Belə ki, respublikalarda milli münaqişə ocaqları alovlandırılır. Lakin bütün ciddi cəhdlərə baxmayaraq SSR-nin süqutunun qarşısını almaq mümkün olmur. 1991-ci il dekabrın 8-də Ukrayna, Belarusiya və Rusiya Federasiyası müstəqil dövlətlər birliyinin yaradılması haqqında müqavilə imzalayırlar. Və bu müqavilənin imzalanması ilə artıq SSR-nin süqutu demək olar ki, rəsmiləşir. SSR-nin süqutunun tam rəsmiləşməsi isə 1991-ci il dekabr ayının sonlarında Mikhail Gorbaçovun istefa verməsi ilə nəticələndi. 1991-ci il dekabrın 29-da Azərbaycanda dövlət müstəqilliyinin saxlanması haqqında referendumlar keçirildi. Xalq eşitliklə dövlət müstəqilliyinə tərəfdar çıxdığını bəyan etdi. Dövlət müstəqilliyini əldə edən Azərbaycan Respublikasının qarşısında əsas məsələlərdən biri də dövlət rəmzlərinin qəbul edilməsi məsələsi dayanmışdır. Bildiyiniz kimi, 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının dövlət bayrağı, 1992-ci il mayın 27-sində Azərbaycan Respublikasının dövlət himni, 1993-cü ilin yanvar ayında isə Azərbaycan Respublikasının dövlət gerbeyi qəbul edilmişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra qarşıda dayanan əsas məsələlərdən biri dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi və bu müstəqilliyin xarici dövlətlərə tanıdılması məqsədi ilə beynəlxalq təşkilatlara üzv olunması məsələsi idi. Belə ki, 1991-ci ilin dekabrında Azərbaycan ilk olaraq İslam Konfransı Təşkilatına, 1992-ci ilin fevral ayında İqtisadi Əməkdaşlıq Təşkilatına, mart ayında Birləşmiş Millətlər Təşkilatına, iyun ayında ATƏM Təşkilatına, 1993-cü ildə Türksoy Təşkilatına, 94-cü ildə ATƏT Təşkilatına və bununla bərabər NATO-nun sülh naminə tərəfdaşlıq proqramına, 1997-ci ildə CUAM Təşkilatına, 2001-ci ildə Avropa Şurasına, 2011-ci ildə bloklara qoşulmayanlar hərəkatına, 2012-ci ildən isə Türk Əməkdaşlıq Şurasına üzv qəbul olunmuşdur. Bildiyiniz kimi 1992-ci ilin oktyabr ayında erməni lobbisinin təzyiqi ilə güya Azərbaycanı Ermənistanı blokadaya almaqda günahlandıran ABŞ Kongresi Azadlığı Müdafiə Aktına 907-ci düzəliş qəbul etmişdir. Və bu düzəlişdə Azərbaycana qarşı hər cür, hətta humanitar yardımın göstərilməsi də qadağan edilirdi. Məhz ümumilli lider Heydər Əliyevin yeritdiyi düzgün siyasi xəttin nəticəsi idi ki, 2001-ci ildən etibarən artıq hər il bu düzəlişin dayandırılması, dondurulması haqqında qərarlar qəbul olunmuşdu və Ali Baş Komandan ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə artıq 2025-ci ildən Azadlığı Müdafiə Aktına 907-ci düzəliş tamamilə ləğv edilmişdir. Bunu da qeyd edək ki, 1991-ci il sentyabrın 3-də Ulu Öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilir və Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə Naxçıvanın blokada şəraitinin aradan qaldırılması məqsədi ilə bir sıra tədbirlər görülür. Belə ki, Culfa və Şahtaxtlı keçid məntəqələri yaradılır. 1992-ci ilin martında Türkiyə Baş Naziri Süleyman Dəmirəllə görüşlər keçirilir və bu görüşlərin nəticəsində Naxçıvandan, daha doğrusu Türkiyədən Naxçıvana toxum və ərzaq yardımı alınır və bununla bərabər Naxçıvan Türkiyənin vahid elektrik şəbəkəsinə qoşulur. Eyni zamanda 1992-ci ilin iyul ayının 28-də Naxçıvanla Türkiyə arasında Sədərək Yılıcı Ümid Körpüsü istifadəyə verilir. 1992-ci ilin iyun ayında isə İran Prezidenti Əkbər Rəfsanjani ilə görüşlər keçirilir və bu görüşlər nəticəsində də İrandan Naxçıvana ərzaq yardımı alınır. Naxçıvan İranın da elektrik şəbəkəsinə qoşulur və İranla Naxçıvan arasında da bir körpü istifadəyə verilir. 1992-ci ilin avqust ayında artıq Naxçıvanda olan Rus qoşunlarının çıxarılma prosesi başlanır. Bu, digər bölgələrdə olduğu kimi mərhələ-mərhələ yox, bütöv bir şəkildə və tez bir zamanda çıxarılmışdır. Və onu da qeyd edək ki, ilk olaraq 1992-ci ildə Naxçıvanda Milli Ordunun yaradılma prosesi başladılmışdır.
1992-ci ilin oktyabr ayında Azərbaycanın 91 nəfər tanınmış ziyalısı səs qəzeti vasitəsilə Ulu Öndərə müraciət edərək onu ölkə rəhbərliyinə dəvət edir. Çünki bu dövrdə Laçının və Kəlbəcərin işğal olunması artıq xalqın səbrini daşırtmışdı. Kəlbəcərin işğalı isə xalqın səbrini daşırdan son damla olmuşdu. Buna görə də Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətdə görmək istəyirdi. 1992-ci il noyabrın 21-də isə Ulu Öndərin başçılığı ilə Naxçıvanda Yeni Azərbaycan Partiyası fəaliyyətə başladı. Bu partiyanın nizamnaməsi və proqramı qəbul edildi. Yeni Azərbaycan Partiyasının ilk sədri isə ümumilli lider Heydər Əliyev təyin edildi. Nəticədə bir sıra qiyamlar baş vermişdi. Bu qiyamlara rəhbərliyi isə Surət Hüseynov edirdi. Surət Hüseynovun hərbi birləşmələri mərkəzi hakimiyyətə tabi olmaqdan boyun qatırırdılar. Bu zaman bu qiyamı yatırda bilməyən Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya dəvət edir. Bakıya gələn Heydər Əliyev elə həmin gecə Gəncəyə gedir və onun apardığı danışıqlar nəticəsində baş nazir, üçgüz naziri istefa verirlər və Surət Hüseynovun dəstələri artıq silahı yerə qoyurlar. Ümumilli lider Heydər Əliyevin Gəncəyə gedişi artıq Gəncədə qardaş qırğınının qarşısını almış olur. 1993-cü il iyun ayının 15-də isə Azərbaycan Ali Sovetinə ümumilli lider Heydər Əliyev sədr seçilir və həmin gün 1997-ci ildən bəri tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdu. Onu da qeyd edək ki, 1993-cü il iyunun 16-sından 17-sinə keçən gecə həmin dövrdə ölkə prezidenti Əbülfəz Elçibəy heç kəsə xəbər vermədən anadan olduğu Ordubad rayonunun Kələki kəndinə gedir. Ona nə qədər geri qayıtma çağırışları edilsə də geri qayıtmır. Nəticədə prezident vəzifəsinin icrası da ümumilli lider Heydər Əliyevə həvalə olunur. Bu zaman 1993-cü ilin avqust ayında Cənub bölgəsində Talış Muğan Respublikasının yaradılmasına cəhdlər göstərilir. Ölkə prezidenti olan Əbülfəz Elçibəyə etimad haqqında referendumlar keçirilir. Lakin xalq prezident kimi Elçibəyə etimadsızlıq göstərir. Nəticədə 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Ulu Öndər Heydər Əliyev səs çoxluğu ilə ölkənin birinci müddətə prezidenti seçilir. Onun apardığı siyasət, yeritdiyi islahatlar ölkədə iqtisadi cəhətdən güclənməyə və ölkənin qabaqcıl ölkələr sırasında adının çəkilməsinə səbəb olur. Məhz bunun nəticəsi idi ki, 1998-ci il oktyabr ayının 11-də Ulu Öndər ikinci müddətə ölkənin prezidenti seçilmişdi. Əziz tələbələr, bugünkü mövzumuzdan bu qədər. Diqqətinizə görə sağ olun.